Bizim məqsədimiz burada Azərbaycanda yaşayan bayaq elinin görüşüdür. Respublikamızda 67 rayon var və 67 rayonun içində 3 rayonda boyaq kəndləri var. Qarşıda gördüyünüz kimi Neftçala, Ağcabədi və Uzarın boyaq kəndləri iştirak edir. Və burada inşallah qardaşlıq oyunudur. Hər tərəfli, yəni qalib boyaqdır. Yeganə oyundur ki, meydanın iki tərəfində də hər komandanın üzvləri boyaq deyə qışqırır. Təqdimata keçməmişdən qabaq burada dəyərli şəxslərimiz var ki, Allah əməyi olan hər bir şəxsdən razı olsun, istər maddi, istər mənəvi, istər fiziki. Burada deməli təqdimatdan qabaq bir məsələ var. Xahiş edərdim ki, həmin atların çəkdiyim şəxslər bura gəlsinlər. Neftçala rayonunda keçirilən çempionatda hava şəraitinə əlaqədar biz təqdimatı edə bilmədik. Burada Ağcabədi rayonundan olan şəhər qardaşımızı xahiş edib gəlsin. Keçən il keçirilən çempionatın medallarını götürsün. Yəni faktı da üstümüzdə qalır. Onu çatdırmaq lazımdır. Həmçində Uzar rayonundan olan Ceyhun qardaşımız gəlsin medalları götürsün. Dolardakı içində əksəriyyətdə olanlar var. Özü tekrardan çatdırılsın. Əmanət olsun. Tədbir iştirakçıları, Neftçala rayonu boyaq futbol komandası, Uzar boyaq futbol komandası, Ağcabədi boyaq futbol komandası, hər birinizi Uzar rayon Gənclər və İdman İdarəsinin kollektivi adından salamlayıram, hər birinizə xoş gəlmişsən deyirəm. Murad qardaşımıza dərin təşəkkürümüzü, minnətlarımızı bildiririk ki, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş belə bir layihəni həyata keçirir. Düzdür, hazır işləri ürək açan olmasa da biz söz veririk ki, arzu edirik ki, növbəti tədbirlərimizdə rayonun mərkəzində keçirək. Yəni, burada 3 rayonun komandası iştirak edir. Amma rayon mərkəzində olsa, azarkeşlər, gənclərimiz, yeniyetmələrimiz, böyüklərimiz gəlir. Həmən futbol komandasının yoldaşlıq görüşlərinə azarkeşlik edərlər. Nə ilə gəlirsiniz daha da yaxşı olar. Hər birinizi bir daha salamlayıram, xoş gəlmişsən deyirəm. Murad qardaş, bir daha sizə dərin təşəkkürümüzü bildirir ki, bu cür belə bir sərtin, məsuliyyətli bir layihəni həyata keçirirsin. Təşəkkür edirəm.
Mən də Uzay Gənclər Evladından salamlayıram bütün qonaqlarımızı. Əvvəla Murad bəylə uzun müddətdir deyək də, təmaslı telefonla danışırıq. Əslində keçən dəfəki yarışdan bəri tanışlığımız var. Əslində gördüyünüz bu iş sizin və eləcə də Murad bəyin gördüyü çox böyük işdir. Bu boyat elinin görüşüdür. Boyat çox qədim, Türk dünyasının çox qədim eli obası olur. Mən təşəkkür edirəm Murad bəy. Həqiqətən özümə borc bildir. Bu çox məsuliyyətli və çox böyük işdir. Həm maddi cəhətdən çox fəz tələb edir, həm fiziki cəhətdən. Eləcə də bir yarışın baş tutmasına qədər olan mənəvi gərginliyi mən başa düşürəm. Amma yenə də sizə təbrik edirəm ki, mən bunu müqəddəs deyəcəm, bu müqəddəs missiyanı çox uğurla başa vurdunuz. Əhlimin mənim sözlərini də qoşularaq qeyd edirəm ki, növbəti görüşləri rayon mərkəzində eləsək, həm bizim ürəyimiz biraz rahat olar, çatışmazlıqları da aradan qaldırarıq, həm də sizin ürəyinizdə olan bir yarış keçər. Yenə deyirəm, bu bir yarış deyildi, bu görüş idi, çox gözəl qeyd edilmişdir Murad İlanda da. Hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, Türkiyə elinin, bu boyat elinin qədim adət ənənələrindən tutmuş, bu birliyini daimi saxlayasınız. Çox sağ olun, minnətdarım. Deməli, bir də maraqlı bir şey deyir. Mən İlbəki Rəsullar, Naxçıvandan başqa Azərbaycan bütün rəsulların hər bir yerində olmuşam və Qalasından dardım boyat elini görsünüm. Amma futboldan qabaq, təşkil xarakteri gəlmişdim. Burada heç mi tanıdım, nə qohum var, nə tanış var, heç mi yoxdur. Gəldi sağ olsun, burada yaxşı qarşıladılar məni. Sonra Azərbaycan getdim Şəhər qardaş, o məşhur Dolu filminin çəkildiyi hər o restoran mı deyək, kafe mi deyək, orada bizi yaxşı qonaq qarşıladılar. Və dünənləri akşam tarih bir qalama bir şey çıxdı. Bu üç boyatın haqqındadır. Necə olsa Allah'ın ümidinə şükürlər. Deməli bir bayat tayfasının adı, bayat Oğuz'un 25 boyu var. Azərbaycanda bayatdır, departman səhvlidir, o vaxt Stalin haqqında, Rus repressiyaları, Türkçülüyüdən ayrılan məsələlər, bu şərtlərdə ləğv edirlər. Və 24 dənə Oğuz'un boyu var. Mahmud Təşkariyə görə göstərilənlərdir. Və orada Azərbaycanda boyatdır, Aksardır, Şəhidlidir, Qaradolardır və çox tayfalan konservi olar, vaxt bitirmir. Və bayatın adı Şahi Azərbaycan Ədəbiyyatına bayatlarla bağlıdır. Və bir bayatçısı da bu görünüşə aiddir, demək istəyirəm. Bayatın kökü gələr, üzvlər üçü gələr. Düşman baxsın gizlənsin, tayfanın gücü gələr. Bayat yolu daş olar, gözləri qan yaş olar. Harada bir bayat görsən, igidlərə baş olar. Həqiqətən də bu dilə aiddir. Allah kırmaya gelsin. Bir de vaxt bitirmədən Allah kırmaya olsun, yəni Əhliman müəllim olsun, Əhliman müəllimdən Azərbaycan münasibətini var idi. Fərqin müəllimdən münasibətini Azərbaycan var idi, keçən oyuna münasibətini var idi və Fərqin müəllimin də Neftaləyə gəlmişdi festivala, çox təəssüratı göstərdilər. Keçən ölkəmdir. Sahil Səfər. Ağdəbədi rayon Boyat kəndi. Halid Rəhimov, Ağdəbədi rayon Boyat kəndi. Bir dənə Fərid Hüseynov. Rüfət, ay Rüfət, onu yığ. Yığ onu. Bu da yığ. Yığ onu. Yığ da. Sonra vaxt bitirmədən Halid Rəhimov. Nizat Məmmədov. Kazandı. Ben Ozun burada araya. Sen alıp ol. Gel. Sen şimdi.